Sualın cavabını səsləndirib 5 xal komandasına qazandıracaq. Aydındır uşaqlar? Bəli. Yaxşı hazırsınız? Bəli. Əla. Hə dostlar, ilk sualımız ölkəm rubrikasındandır. Sual belədir. Azərbaycan necə dövlətdir? Sualı təkrar edirəm. Azərbaycan necə dövlətdir? A. Monarxiya yolu ilə idarə olunan. B. Demokratik yolla idarə olunan. C. Diktatura rejimi ilə idarə olunan. Sağ ol səni Astivi. Suala bax hə. Allah and olsun bunların ya başı qaçıb, ya da ki bu Astivi haqq yoluna gəlir, qardaş səni. Amma yox, yox. Bu Astivi hara, demokratiya söhbətləri hara, üstə düşmür, yox. O birisi tərəfdən isə birinci sinif şagirdi, nə bilsin demokratiya, monarxiya, diktatura nədir? Vallahi bu Astivi özünü təhlükəyə atır. Qız da cavandır. Bu sualdan sonra bədbəxt eləyəcəklər buna. Allah rəhmət eləsin indidən. Yaxşı aparıcı idi, çalışırdı, bu millət üçün çalışırdı, görünür. Amma hər şey cəhənnəmi. Bu sualın cavabını tapacam. Cavabını özdə bilirəm. Deməli, Azərbaycan necə ölkədir? Demokratiya. Demokratiya da qardaş da. Prezidentimiz həmişə deyir ki, biz demokratik ölkədə yaşayırıq. Azərbaycanda bütün demokratik təsisatlar uğurla fəaliyyət göstərir, bütün azadlıqlar təmin edilir, söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı, heç bir məhdudiyyət yoxdur. Yox. O bir tərəfdən də baxmaq lazımdır da. Cəmaatı mitingdə döyürlər, söyürlər, gəncləri şərliyib həbs edirlər. Bu millet öz zabiti kuşaya atın. Atın. Öldürün. Daha kesin sen. Yatın. Yatın abicim. Bırakmayın. Xətai rayon məhkəməsində proses qapalı keçirilib. Bayram Məmmədov və Qiyas İbrahimova qarşı əvvəlcədən əlbir olan bir qrup şəxsin satış məqsədi ilə küllü miqdarda narkotik vasitəni saxlama və gəzdirmə maddəsi ilə cinayət işi açılıb. Belə demokratiya olmaz axı bu. Belə demokratiya olmur. Bir tərəfdən prezidentimiz deyir, ölkədə demokratiya var. O bir tərəfdən baxırsan ki, cəmaatı incidirlər, həbs edirlər heç nədən. Yox, başım qarışdı. Aha, bildim. Demokratiyadır qardaş. 100%. Yox, səncə bu siyasi söhbətlər mənlik deyil qardaş. Cavanlar birləşsin. Cavanlar öz hüquqlarını müdafiə eləməlidir. Belə də getməz. Necə ki, cavanlar öz hüquqlarını Necə ki, öz hüququnuzu bilmirsiniz. O vaxt bundan da 5 vətən günü olacaq. Siz kölə olacaqsınız, nökər olacaqsınız. Mən istəmirəm sizi gözəl görkəm uşaqlarsınız, balalarsınız. Mən istəyirəm sizin azadlığınızı görün. Heç olmasa axırıncı nəfəsində. İnşallah. Ha bala, cavansan, çox fikirləşmə, özün bədbəxt eləmə. Başı aşağı sal, cavab ver də, yaşa da özün içində. Ulduz komandası. Buyurun kapitan. B. Demokratik yolla idarə olunur. Bəli, doğru cavab B variantıydı. Ulduz komandası 5 xal qazandı. Alqışlayalım onları. Cavab verdi, səhv olmadı. Şükürlər, düzgün, tamam. Tək ki, bütün uşaqlarımız belə ağıllı savadlı olsun. Yəni gələcəyim var. Əgər mən bilmirəm, sən adi uşaq deyilsən, məmur olsan, Astiviyə nə vaxtdan adi vətəndaşları çıxardıblar? Güya cəmaat bilmir ki, bu uşağı əvvəlcədən cavabı öyrədib efirə çıxardıblar. Nə demokratiya salmışsınız? Tüpürüm sizin belə demokratiyanıza.
Ölkədə işsizlik başa gedib. Hər yerdə korrupsiya, rüşvətxorluq, qanunsuzluq. Saxta referendum keçirib kral seçibsiz. Budurmu demokratiya? Yenə giclədim mən. Durub gəlib məni həbs edəcəklər bu sözlərə görə. Mənə lazımdır bu. Şükürlər bu günümüzə. Başımızı aşağı salıb bir tərəfdə olalaq şükürlər. Əsas o ki, ölkəmiz Suriya deyil, Almaniya, Avropa kimi dağılmış şükürlər.